Sən demə, bu vaxta kimi bizi aldadıblar. Necə? Hamımızın bildiyi təqvim əslində 12 yox, 13 aydan ibarət olmalıymış. 1582-ci ildə təqvimlə bağlı qəribə hadisə baş verdi. 4 oktyabrdan sonra birbaşa ayın 15-nə keçildi. 10 gün yoxa çıxdı. Bu təqvimi əslində Yuli Sezar hazırlamayıb, onu Papa 13-cü Qriqori dəyişdirib. O vaxtdan biz Qriqoryan təqvimi ilə yaşayırıq. İyul və avqust ayları Yuli Sezar və Oktavian Avqustun şərəfinə adlandırılıb. Bəziləri hesab edirlər ki, 13 aylıq köhnə təqvim daha məntiqə uyğundur. Hər ayın 28 günü var idi. 28-i 13-ə vururuq və 364 alınır. Bu ay dövrü ilə tam üst-üstə düşür. Sentyabr və oktyabr ayları ilə bağlı məsələ daha maraqlıdır. Septum 7, okto 8 mənasını verir. Əvvəl bu aylar həqiqətən də 7 və 8-ci aylar idi. Amma dəyişiklikdən sonra sentyabr 9, oktyabr 10-cu ay olub. Maraqlı sual. 13 aylıq təqvim hara yoxa çıxdı? Yoxa çıxmadı, sadəcə gizlədildi. Bəlkə də bilməli olmadığımız şeyləri bizdən gizlətmək üçün. Geri gəlmişkən, bir ölkə var ki, hələ də 13 aylıq təqvimdən istifadə edir. Bu, Efiopiyadır. Orada hazırda 2017-ci ildir. Yəqin 2012-ci il üçün deyilən dünyanın sonu söhbəti yadınızdadır. 2020-ci ildə Covid yayılanda Efiopiyada 2012-ci il idi.